Salam əziz izləyicilər. Elektrik xətlərinin və qoruyucularının evimizə görə necə hesablayaq? Videosunun ikinci hissəsinin davamıdır. Bu videonu yenə də təkrarən bizim servisə evimizin elektrik xəttini və qoruyucularını necə hesablayaq probleminin həllini biz də axtarışlarda olduqlarına görə biz təqdim edirik. Birinci hissədə biz baxmısınızsa zdaniya, yəni novastroyka və ya köhnə binalarda çəkiliş qaydalarını, xətlərinin və qoruyucuların paylanması haqqında danışdıq. İndi isə həyət evlərində xətləri və qoruyucu avtomatları necə paylamaq olar, onun haqqında danışacağıq və tövsiyələrimizi verəcəyik. Əgər ev bir mərtəbədirsə, bir şitlə kifayətlənə bilərsiniz. Əgər 2 mərtəbədirsə, birinci və ikinci mərtəbənin şitlərini ayrı-ayrı olaraq hər bir mərtəbədə yığmağınız tövsiyə olunur. Hər bir mərtəbəyə də ən aşağısı 6-lıq, nominal olaraq 8-lik kabellə çöldən xətti gətirib çıxartmağınız tövsiyə olunur. Rozetkalara 4-lüklə paylamağınız və hər bir otaq və koridorların və hamam və tualetlərin avtomatlardan ayrıca olaraq, ayrı-ayrı olaraq 4-lük kabel xətti ilə çəkməyiniz tövsiyə olunur. Rozetkalar da 4-lüklə paylamağınız tövsiyə olunur. Yalnız bir şeyi yadda saxlayın ki, qlüçətirlər, yəni işıqların yandırılmasında 2 yarımlıqla, işıqların, spotların və ya lüstraların paylanması xətlərini 2 yarımlıqla verməyiniz 100% tövsiyə olunur. Çünki nəyə görə? Rozetkalarda yüksək gərginlikli bir şey qoşulanda bəlkə şahid olmuşsunuz, lampalarda oynamalar baş verir. Və bu eyni xətt üzərində evin qurulması problemindən baş verir. Ona görə də rozetkaları 4-lüklə yandıran, işıq yandırmaq üçün istifadə olunan qlüçətir və lampalardan və ya lüstralardan, spotlardan buralara 2 yarımlıqla paylamağınız tövsiyə olunur. Yenə də həyət işıqlanmasını 2 yarımlıqla verməyiniz tövsiyə olunur, yəni həyət evlərində. Bir də ki, əsas məsələ odur ki, avtomatların qoruyucuları necə hesablayaq? Ən çox suallar kondisionerlərdən gəlir və bunu da yenə də qeyd edeyim ki, həyət evlərində yenə də birinci hissədə qeyd etdiyimiz kimi kondisionerlərə hər hansı bir otağa qoyduğunuz xətti yenə də şitdən ayrıca olaraq xətt çəkməyiniz 4-lük kabellə tövsiyəmizdir. Kondisioner tutaq ki, 9000-likdirsə, yenə də 9000 vatı 220 volta bölərək 10 amperajını alırıq. Və ya 12000-likdirsə, həmçinin 12000-i 220-yə bölüb 10 nəticəsini amperajına qoyuruq. Və ya 18000-likdirsə, yenə də 10 da 220-yə bölərək onun nəticəsini amperaja qoyuruq. Otaqlara həyət evlərində yenə də 16 amper kifayət edir. Böyük otağa 20 amper və ya 24 amper. Əsasən mətbəxlərdə yenə də qoyduğunuz məişət cihazlarının vatını hesablayaraq, yəni yenə də birinci hissədə təkrarən deyirəm, tutaq ki, paltaryan 6000 vatdırsa 6220-yə bölürsünüz, duxovka 8000 vatdırsa 8220-yə bölürsünüz və orada aldığınızı hesabatları üst-üstə gələrək o amperajda avtomatınızı qoymağınız tövsiyə olunur. Bu videomuzu çəkməkdə sizə müsbət cəhətimiz odur ki, evinizi nə qədər bacarırsınızsa mis kabellərlə çəkməyiniz müsbətdir. Avtomatları da ki, yenə də firmasının biz reklam eləməyəcəyik, yenə də satış yerlərində tanışlıqla və ya ona da usta tövsiyəsi ilə almağınız məsləhətdir. Yəni, avtomatların da keyfiyyətli olması evin elektrik güvənliyini artırır. Kabellərin yüksək keyfiyyətli misindən olması evin güvənliyini artırır.
Yəni gedib bəzi mis adı ilə kabinləri alırlar ev yiyələri deyəndə iş yiyələri və düzgün hesablasan da, neynəsən də o kabinin keyfiyyətsiz olması get-gedə hansısa bir müddət ərzində keyfiyyətinin itirilməsi o ustanın günah deyildir. Evinizdə istəyir santexnik, istəyir elektrik xətlərini çəkirsinizsə, sizə tövsiyəm bacardığınız qədər ən keyfiyyətli avadanlıqlardan, ən keyfiyyətli materiallardan istifadə etməyiniz məsləhətdir. Videolarımız sizə yararlı oldusa, like qoymağınızı xahiş edirəm.